Uşaqlar, birinci 2026 ikinci cəhd o xaç imtahanımızın izahını verəcəm. Daha sonra da sizlə təkrar edəcəyik. Təkrar edəcəyimiz mövzular Excel-dən Access-dir və vacib hissələrini, hansı ki sizin çətinlik çəkdiyiniz, diqqət etməli olduğunuz hissələri müzakirə edəcəyik. Başlayaq birinci qəbuldan. Qəbulunuzdakı suallardan biri belə idi. Y8 xanasındakı düsturu Y2 xanasına köçürülərsə, hansı nəticə alınır? Deməli, Y8 xanasından Y2 xanasına keçəndə nələr dəyişir, buna fikir veririk. Y-dən Y-yə sütun dəyişmir. Sadəcə sətir 6 vahid azalır. Deməli, Y2 xanasına yazılacaq düstur belə olacaq. Power D8 2 vahid, sətir 2 yox, daha doğrusu 6 vahid azalacaq. Olacaq D2, sonra right, B8 olacaq, B2, 1. Belə bir düstur alacaq. Mürəkkəb funksiyalarda birinci haranı yazırdıq? Mötərizənin içərisini yazırdıq. Right B2, 1. Yəni B2 xanasında sağdan bir dənə simvol seçəcəksiniz. Bu da hansıdır? C simvoludur. Deməli, bu şəkildə belə bir düstur alınır. D2 qüvvətdə C. Bu mətndəki hansı xətanı verir bizə? Deməli, value xətasını verir. Ona görə də sualımızın cavabı nə olacaq? Value xətası olacaq. Axşamınız xeyir müəllimə. Tamam, Rəfiq. Axşamın xeyir, lütfən. Müəllimə, bir də məsələn deyirdi ki, kök altında deyək mənfi Tamam rəqəm müəllimə, olmaz. axşamınız xeyir. Axşamınız xeyir. Başa düşmədim, Nuray, bir də deyə bilərsən? Deyək ki, məsələn hər hansı bir misal verilib, deyir burada kök altında mənfi ədəd olmur da, düzdür yazılıbsa, onda da dəyər xətası olur, yoxsa rəqəm xətası olur? Onda nam xətası olur. Bu O şəkildə. hesablama deyil də, yəni ona görə. Orada elə bir funksiyanın təyin oblasına uyğun olmayan ədəddir. Yəni, məsələn, kvadrat kökdə kökün altında mənfi olanmaz. Yəni, ədəd olmaqla ədəd yazılıb, sadəcə düzgün çoxluğa daxil olmayan ədəd yazılıb. Ona görə də ədəd xətası, nam xətası ortaya çıxır. Sonra Bu keçək nəyin ki, xətası da sırf funksiyanın adı səhv yazılanda olur? bir funksiyanın adı səhv yazılanda olur, bir də funksiyanın arqumentinə klaviaturadan mətn daxil edəndə name xətası ortaya çıxır, dırnaqsız mətn daxil edəndə. Yəni bu şəkildə. Məsələn, yazıram, tutalım, tam, arqumentə daxil edirəm, məsələn, arqumentə daxil edirəm, tutalım, 12, virgül, tutalım, bu şəkildə. Bu zaman üstü görsən name xətası verir. Amma bunu dırnaqda yazmış olsaydım, o zaman isə value xətası ortaya çıxacaqdır. Yəni, name ilə value-nun incə fərqi buradadır. Çünki dırnaqsız olanda düsturun yazılışı səhv olur. Çünki mətn dırnaqda daxil edilməlidir. Dırnaqlı olanda da düsturun yazılışı düzdür deyə name xətası ortaya çıxmır. Ona görə də dəyər səhvi, yəni value xətası ortaya çıxır. Yəni, bu şəkildə fərqlənir. Sonra gəldik ikinci suala. Deyir ki, aşağıdakılardan hansı təqdimatın baxış, yəni görünüş rejimi deyil. Slide sorter, outline, note page, reading view görünüş rejimləridir. Amma print layout bizim Word-də qarşımıza çıxan görünüş rejimidir. Yəni print layout-u ancaq harda görə biləcəksiniz? Word-də görə biləcəksiniz. Gəldik üçüncü suala. Hansı ki, çoxunuzun səhv yazdığı suallardan biri də bu idi. Asan sualdır, sadəcə diqqətli olmaq lazım idi. Deyir ki, axtarış edilərsə, buyur Rafiq, əl Müəllim, qaldırmışam. üzr istəyirəm, bayaqdan 3-4 dəfə əl qaldırmışam, önəmli olduğu üçündür. Sizdən bir xahişim var, zəhmət olmasa o belə deyim də, value, ref xətaları, bir də o sintaksis, riyazi funksiyalar falan, onlara biraz önəm verərik də, olar idi mən. Orada çətinlik var. Excel-in təkrarında eləyəcəm mən hatırlayım. Tamam, Excel-in təşəkkür. təkrarında baxacam, narahat olmayın. Gəldik üçüncü suala. Deyir, mətn prosesorunda aşağıdakı mətn yığılmışdır. Replace all düyməsi klikləndikdən sonra əvəzləmə baş verən sözlərin sayını müəyyən edin. Deməli, bir sözü ABS ilə əvəz olunur və nəyə diqqət etmək lazımdır? Mask case, yəni registri nəzərə almalısan,
Bir də yalnız axtarış bölməsinə yazılan sözü tapmalısan. Yəni sırf you sözünü. Məsələn, your götürə bilməzsən. Orada nə var? Şəkilçi var. Ona görə sırf you sözünün özünü axtarırıq və hansı registrdə yazılıb you sözü, hamısı kiçik hərflər rejimdə yazılıb. Yəni sırf o rejimdə yazılan sözlər axtarırıq. Baxırıq birinci sətrə. Birinci sətirdə bir dənəsi var. Baxırıq ikinci sətrə. İkinci sətirdə bir dənəsi var. Baxın, your seçilmir. Çünki bizdən nə istəyir? Deyir ki, yalnız söz, word only, yalnız söz. Yəni ona görə də sözün özünü axtarırıq. Yəni şəkilçi artırılan versiyanı yox. Üçüncü sətirdə bu you-nu seçilməz. Niyə? Çünki biz nəyi nəzərə al demişdik? Registri nəzərə al demişdik. Registrda nədir? Burada hamısı kiçik hərflərdir. Amma bizə nə lazım olacaqdı? Yəni bizə hamısı kiçik lazım olacaqdı, amma burada böyük baş hərfi yazıb. Ona görə bunu tapmaz. Yəni üstündən xətt çəkdim. Yəni bunu da tapmayacaq. Sonra gəldik növbəti sətrə. Burada you-nu seçəcək. Növbəti sətirdə burada ümumiyyətlə yoxdur. Burada registrə görə səhv var. Bu da düzdür. Sonra burada da hər şey qaydasındadır. Burada da qaydasındadır. Burada da qaydasındadır. Ondan sonra burada görürsünüz yourself var. Yəni sırf you-nun özü deyil deyə bunu da götürə bilməzsən. Sonra you-nu götürdüm, you-nu götürdüm. Başqa qaldı. Hə, burada da var. Deməli, neçə dənə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Yəni cavab ona görə 10 olacaq. Gəldik növbəti suala. Deyir, uyğunluğu müəyyən edin. İnternetə qoşulma növü. AGP şülüs protokoludur. Hansı şülüs protokoludur? Xarici şülüs protokoludur. ADSL və dial-up həm modemin tipidir, həm də internetə qoşulma üsuludur. Niyə? Çünki modem nə üçündür? İnternetə qoşulma vasitəsidir də, düzdürmü? Modemin 2 dənə tipi var. ADSL, dial-up. ADSL internetə daha sürətli qoşulma üsuludur, dial-up daha yavaş qoşulma üsuludur. Nəticə etibarı nədir bunlar? İnternetə qoşulma üsuludur. Ona görə B-yə hansına uyğun gələcək? Birinci seçimə uyğun gələcək. Sonra gəldik növbəti varianta. İnternetin əsas protokolu. Əsas protokolumuz nədir? TCP, IP-dir. Bu arada EGP də yenə nədir? Şülüs protokoludur. Ümumiyyətlə 2 dənə şülüs protokolu var. Daxili, xarici. Yəni exterior, interior. Bunu biz hansı taktika ilə yadda saxlayırdıq? Eşik, yəni xarici, içəri, yəni daxili. Belə də yadda saxlaya bilərsiniz. Sonra 5-ci sual. Bu da şəbəkə təhlükəsizliyinə aid, Wi-Fi təhlükəsizliyinə aid bir dənə sual. Elə ki, sizin birinci cəhdinizdə də şəbəkə təhlükəsizliyindən sual düşmüşdü. Gəldi ikinci cəhddə də oxşar tipdə sual düşdü. Bunlar ümumiyyətlə birinci, ikinci, üçüncü bənd şəbəkə təhlükəsizliyini təmin edən tədbirlərdir. Bunlar nə üçündür? Məsələn, MAC ünvan filtrasiyası. Burada sırf seçilmiş fiziki ünvanlara sahib qurğular şəbəkəyə qoşula bilir. Yəni, birə D bəndi uyğundur. Adi bunu öz Wi-Fi-nıza da tətbiq edə bilərsiniz. Məsələn, qonşular, əlavə adamlar sizin parolunuzu qırsa belə, parolunuz onda olsa belə qoşula bilməz. Niyə? Çünki siz müəyyən bəlli kompüterlər seçmişsiniz ki, ancaq bu kompüterlərdən və yaxud da bu telefonlardan şəbəkəyə qoşulma mümkün olsun. Onlardan kənar hər hansı bir qurğu qoşula bilmir. Sonra SSID gizliliyi. SSID şəbəkənin adıdır. Şəbəkənin adını gizlədirik ki, bu Wi-Fi-yə açanda axtarış hissəsinə, daha doğrusu təklif edilən hissəyə görürsünüz müxtəlif Wi-Fi adları gəlir. Və biz onların üstündə müxtəlif parolları yoxlaya bilərik, bəzən uğurlu da ola bilərik. Ümumiyyətlə, bu ehtimalı da aradan qaldırmaq üçün nə edirlər? Wi-Fi-nin adını gizlədirlər. Yəni, kiminsə ekranına çıxmayacaq və ona görə də kimsə də daxil olmağa cəhd göstərməyəcək. Ona görə nə olacaq? Şəbəkənin adını gizlətmək. A bəndi. Sonra gəldik növbəti sualımıza. VPN. Uşaqlar, VPN şəbəkədə mübadilə edilən informasiyanı şifrələyir. Yəni, şəbəkə trafikini şifrələyir. Ona görə də 3-ə nə olacaq? B bəndi uyğun olacaq. Ondan sonra keçək 6-cı suala. Qrup şəklində axtarmaq deyəndə ağlımıza şablon işarələr gəlir. Şablon işarələr, yəni maskalar gəlir. Maskalar da hansılar idi? Ulduz və sual. Sadəcə fərqi nə idi? Ulduz ixtiyari sayda simvolu maskalayırdı, sual isə bir simvolu maskalayırdı. Yəni bu şəkildə fərqlənirdi. Sonra 7-ci sual.
Proqram təminatına aid sualdır, nəzər sualıdır. Deyir, case texnologiyası mürəkkəb informasiya sistemlərin yaradılmasına tətbiq edir. Həqiqətən də biz instrumental proqramları 3 qrupa bölmüşdük. Demişdik ki, proqramlaşdırma dilləri sistemləri birinci qrup, inteqrallaşdırılmış mühit, yəni IDE ikinci qrup, bir də proqram kompleksləri, yəni case texnologiyası üçüncü qrup. Bu case texnologiyası da nə üçün idi? Mürəkkəb informasiya sistemləri yaradırdı. Ondan sonra burada nədir? Düzdür. Sonra keçək ikiyə. Deyir ki, kompilyator, translator adlanan xüsusi proqram vasitələrinə aiddir. Düzdür. Translatorlara kompilyator və interpretatorlara aiddir. Ona görə də düz sayılır. Kompilyatorlar proqram sətirlərini birbaşa tərcümə edir və eyni zamanda yerinə yetirir. Bir kompilyator ümumi bütövlükdə tərcümə edir, yəni sətirləri yox. Ona görə də bu yanlış cavabdır. İD instrumental proqram təminatına daxildir, düzdür. Dedik 3 qrupa bölünür. İkinci qrup ID, yəni proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti idi. Interpretatorlar kompilyatorlardan fərqli olaraq ilkin proqram bütövlükdə yox, hissə-hissə çevirirdi. İnstrumental proqram təminatında setup SYS quraşdırılır, xeyr, setup exe quraşdırılır. Ona görə 6 səhvdir. Interpretator translatorlara aid proqram vasitəsi, düzdür. Maşın dilindəki proqram ilkin yox, işçi və ya mütləq proqram adlanır. Bəs ilkin proqram nədir? İlkin proqram sənin proqramlaşdırma dilində yazdığın proqramdır. Yəni ilkin istifadəçinin proqramlaşdırma dilində yazdığıdır. İşçi mütləqsə maşın dilində, yəni kompüter dilində olan, artıq kodların başa düşüldüyü, kompüter tərəfindən icra edildiyi proqramlardır. Bu qaydada analiz elədik. Sonra gəldik. Orada ID olan var idi. O hansı mövzuydu ki? İnstrumental proqramlar dedik 3 qrupa Proqram bölünür. təminatının içindəydi. Dedik ki, biri proqramlaşdırma dilləri sistemləri, orada proqramlaşdırma dillərinin translatorlara aid elədik. Sonra dedik ID-lər var, inteqrallaşdırılmış mühit. İnteqrallaşdırılmış nə idi? Bir neçə proqramı öz daxilində birləşdirən mühit idi. Bildim. Biz artıq bir dənə inteqrallaşdırılmış mühitdən istifadə edib bir neçə proqramlaşdırma dili, həmçinin translatorları bir mühitdən müraciət edə bilirdik. Ona görə də ID bu məqsədlə istifadə edilir. Case texnologiyalar isə çox böyük layihələrin reallaşdırılmasına istifadə edilir. Məsələn, Azərbaycanda da hər il keçirilən fərqli layihələr var. Məsələn, biri ilə Formula 1-dir. Formula 1-də məsələn durub bir proqramlaşdırma dilindən istifadə edilir. Fərqli sahələrdə fərqli proqramlaşdırma dilləri, instrumental proqramlar istifadə edilir. Məsələn, düzdür, Rafiq. Deməli, bu artıq mürəkkəb informasiya sistemləri sayılır ki, bunları yaradarkən isə case texnologiyası tətbiq edilir. Müəllimə bir söz soruşa bilərəm. Buyur Kənan. PYS nəyin genişlənməsi idi müəllimə? SYS sistem fayllarının genişlənməsidir. Çox sağ olun. Sənə sağ ol. Gəldik 8-ci suala. Deyir, kompüterin arxitekturasının əsas tərkib hissələri arasında uyğunluğu müəyyən edin. Kompüterin ümumiyyətlə arxitekturası 3 hissəyə bölünürdü. Aparat vasitələri, hesablama və məntiqi imkanlar, bir də proqram vasitələri. Bu da A bəndi aşağı düşməlidir. Müəllimə, bu kitabımızdakı kimi deyil axı, imenli. Kitabımızda nətərdir? Deməli, hesablama... Bu sualı mən səhv yazmışam, bir dənə səhvim budur. Bu da kitabdakı kimi deyil. Hesablama məntiqi imkanları belə yadda saxlayırdıq da, əmr ver, Onu bilirəm, axı o birlər. İndi baxacağıq da o birlərə də. Deməli, əmrlər sistemi, baxıram varmı cavablarda, xeyr. Verilənlərin formatları varmı? Var. Deməli, 2-yə ada uyğundur. Ondan sonra həmçinin işləmə sürəti də C. Elə 2-yə AC-ni tapanda sənin cavabın onsuz da çıxacaq. Yəni, cavab çıxır. Yəni, kitabımızda da bu var bu arada. Ondan sonra gəldik aparat vasitələrinə. Aparat vasitələri artıq texniki tərəfdir. Texniki tərəfə nələr aid idi? Deməli, texniki tərəfə idarə etmə prinsipləri, giriş-çıxışın təşkili, yaddaşın təşkili, kompüterin strukturu, bunlar aid idi, düzdürmü? Ona görə də baxırıq bunlar arasında idarə etmə prinsipi, bir də kompüterin strukturu var. Yəni, nə olacaq? B ilə D uyğun olacaq. Ondan sonra gəldik son olaraq
proqram vasitələrinə. Proqram vasitələrinə Kompüterin məntiqi strukturu dedikdə qurğuları nəzərdə tutur təsvirində onda. struktur nəzərdə tutulur, bəli. Məntiqli Deməli, hesabçılığı orada. proqram vasitələrinə də əməliyyat sistemləri, tətbiqi proqramlar, bir də proqramlaşdırma dilləri aid olunur. Ona görə də qalır 3-ə. Sonra gəldik 9-a. Kənan necə dedin? Kompüterin məntiqi yox, fiziki strukturu zad deyə bilər nəsə. Yox, o qədər getməz dərin. Elə məntiqi struktur. Müəllimə, məntiqi mikroprosesoru nəzərdə tutur. Kompüterin məntiqi strukturunu biz ayrıca öyrənirdik ya. Deyirdik ki, mərkəzi hissədən ibarətdir, periferi hissədən. Onları nəzərdə tutur. Ümumiyyətlə, arxitektura dediyimiz sadəcə qurğudan ibarət olan hissə deyil. Qurğular və onlar arasındakı əlaqəni, orada istifadə edilən əlaqə vasitələrini, proqram vasitələrini öyrənir. Amma struktur deyəndə, struktur sırf qurğularının özünü öyrənəndir. Yəni, bu şəkildə arxitektura ilə struktur ayrılır. Sonra gəldik 9-cu suala. Deməli, hansı bənddə alqoritmin diskretlik xassəsi verilmişdir? Baxaq, diskretlik xassəsi nədir ümumiyyətlə? Diskretlik odur ki, kompüter, alqoritm ayrı-ayrı aydın addımlardan ibarət olmalıdır və hər addım yalnız əvvəlkindən sonra icra olunmalıdır. Yəni, bir addımın icrası başa çatdıqdan sonra icra edilməlidir. Yəni, növbə ilə. İndi baxırıq variantlara. Alqoritm elə təsvir edilməlidir ki, hamı istifadə etsin. Hamı, bütün məsələlər tipli cavablar varsa, Kütləvillikdə. kütləvilikdir. Sonra alqoritm addımları sonlu olmalıdır. Bu nə üçün lazımdır? Nəticə əldə edilməlidir. Görə nəticəvilikdir. Alqoritmdə bütün addımlar ixtiyari ardıcıllıqla icra edilir. Ümumiyyətlə, alqoritmdə belə prinsip yoxdur. Çünki alqoritm bizdən addımları ardıcıl icra etməyimizi tələb edir. Alqoritm eyni tipli bütün məsələlərin həlli üçün yararlı olmalıdır. Bu da nədir? Eyni bütün dedik, hamısı, bütün kimi sözlər varsa, kütləvilikdir. Alqoritm bütün addımları müəyyən ardıcılıqla icra olunur və bir addım icrası başa çatdıqdan sonra növbəti addıma keçir və ardıcıllıq deyəndə ağlımıza diskretlik gəlir. Gəldik 10-cu suala, sadə sualdır. Kortej və domen sayını istəyir. Kortej nə idi? Sətir idi. Çox tələbə qarışdırır uşaqlar. Bax, bunlar sətir, bunu sətir yox, ayrı-ayrı maşınlar kimi düşünün. Toy korteji kimi düşünün. Toy korteji necə olur? Bu şəkildə olur da, üfüqi istiqamətdə. Ona görə kortej nədir? Bu üfüqi istiqamətdə olan elementlər. 1, 2, 3 dənə sətir var. Ondan sonra domen isə şaquli olanlardır, yəni sütunlardır. Neçə sütun görürsən burada? 1, 2, 3, 4, 5 dənə sütun görürsən. Yəni deməli 5 dənə domen var. Sonra gözəl insanlar 11-ci sualda deyir ki, aşağıda kimi verilmiş faylların Müəllimə, yöntəmi. Bəli. axşamınız xeyir müəllimə. Bir şey deyim sizə. Bu bayaqki sual var deyə 9-cu sual. Hə, Orada cavab nə oldu? efendim. Məndə atdı bayaqlama ona görə. Hə, addım yerinə yetirilən addımlar teması varsa, yəni hər bir addım yalnız əvvəlkindən sonra icra edilir məsələsi mütləq diskretlik. Sonra gəldik fayllar. 3 dənə fayl var. Ona görə 3 dənə fayl olan cavabları axtarsa zilə cavab çıxacaq. Deməli, protokol.doc, monitor.jpg, cd.bmp. Deməli, protokol, monitor.jpg, cd.bmp. İndi bunların ünvanına fikir verək. Protokol faylının ünvanı necədir? C-dən hara daxil olub deyə, daha doğrusu dataya, datadan dokumentə, dokumentdən referensə, referensdən protokola. Deməli, C data, dokument, referens, protokol. Bu düzdür. Bundan sonra monitorun ünvanı necədir? C-dən deməli dokumentə daxil olub, yox, C-dən dataya daxil olub, datadan picture-a daxil olub, picture-dan da fayla daxil olub. Deməli, C, sonra bu da bir dəqiqə, data olan variant yoxdur axı buna. Bunu görək. C, picture, monitor, C data, Bütün fayllar soruşur bizdən. hə, C data, picture, monitor JPG, görüb bura düzdür. C C data, variantı deyil mi? reference, protokol, hə, düzdür. Ondan sonra gəldik sonuncu fayla. Deməli, C-dən dataya, datadan picture-a, picture-dan da CD, BMP faylına daxil oluruq. O da cəbəlli olur. Sonra gəldik 12-ci suala. Bir dəqiqə uşaqlar üzr istəyirəm.
Sonra gəldik növbəti suala. Deməli, 12. Uyğunluğu müəyyən eləyin. Deməli, vektor xəttlər çoxluğudur. Minimal vermək nə olacaq? Təbii ki, xətt olacaq. Ondan sonra gəldik raster grafikasının minimal obyekti. Rasterın minimal obyekti deyəndə ağlımıza nə gələcək? Piksel gələcək. Piksel, Deməli, orijinal təsvir aid etməsi deyəndə isə DPI. DPI. Mənim onun şeylər var idi. PPI, sonra Deməli, monitor deyim. Deməli, monitor ayırd etməsi PPI-dır. Orijinal təsvir ayırd etməsi DPI-dır. Printer ayırd etməsi isə LPI-dır. LPI-dir. Onun Skaner hansındaydı bəs? deməli, skanerdə nöqtələr çoxluğudur, ona görə DPI-dır. Digitizer xəttlər çoxluğudur, ona görə LPI. LPI-dir. Bəli. Belə. 13-cü suala, şəbəkə ilə bağlı sualdır. Çox gördüyünüz bir sualdır özdə. Deyir, açıq kabellərə şəbəkənin qoşulması zamanı istifadə edilir. Açıq kabelə şəbəkənin qoşulması zamanı o açıq kabelin ucu bağlanmalıdır. Bağlayan nədir onu? Terminatordur. Ondan sonra komuterlərin şəbəkə adapterını kabelə birləşdirir. Şəbəkə adapterinin bir dənə yuvası olur, DG45. O yuvaya daxil olmaq üçün də bizə nə lazım idi? Konnektor. EJ45 başlıqda demək olardı, konnektorda. Deməli, bu nədir? Konnektor. Zaten konnektor nədir? Birləşdirici deməkdir. OSIAD modelinin kanal səviyyəsində işləyir. Müxtəlif topologiya, lakin eyni protokollu şəbəkələrə əlaqələndirir. Deməli, kanal səviyyəsində biz şülüzdə istifadə edirik, körpü də istifadə edirik. Burada sadəcə eyni protokol sözü var deyə nə götürəcəyik? Körpü götürəcəyik. Ondan sonra telefon xətti vasitəsilə kompüterləri qlobal şəbəkəyə qoşur. Telefon xətti Modem gördükcə, Modem. yəni düşünmədən modem yaza bilərsiniz. OSIAD modelin şəbəkə səviyyəsində istifadə edilən qurğu nə idi? Router idi. Yəni marşrutlaşdırıcı idi. Belə bu şəkildə tapırıq da. Mən variantları yazmadım, elə qurğuların adını yazdım, siz uyğunlaşdırarsınız. Sonra 14-cü sual, yenə bizim çox gördüyümüz, bildiyimiz sualdır deyə düşünürəm. Burada sadəcə nəyin nə olduğunu bilmək lazımdır. Məsələn, 107 göstərir ki, sənəddə birdən düz 107-yə qədər 107 dənə səhifə var. 103 onu göstərir ki, sən bunlardan hal-hazırda 103-cü səhifədəsən. Və 103-cü səhifənin səhifə nömrəsi nədir? 106. Səndən də birinci səhifənin nömrəsini istəyir. Oturub 103-dən 1-ə qədər sayım yazsan. Onun asan yolu nədir? 103-dən 1-ə neçə addımdır? 102 addımdır, düzdürmü? Onda 106-dan da elə 102-ni çıxsan, birinci səhifəyə gələrsən. Çünki o da bir-bir azalır, aşağı da bir-bir azalır. Deməli, 106-dan da 102-ni çıxanda nə qalır? 4. Deməli, birinci səhifənin səhifə nömrəsi nə imiş? 4 imiş. Yəni 4-dən başlayaraq nömrələr. Müəllim, əvvəlki suala bir dənə gedə bilərsiniz. Birincinin adına baxım. Terminator. Bir. Sonra gəldik 15-ci suala. Yenə qəşəng sualdır. Deyir ki, hesablamaları icra etdikdən sonra D4 xanasındakı qiymət neçə olar? D4 xanasında baxıram C1 D3 diapazonuna müraciət edilib, həmçinin A1 B2 diapazonu. Ona görə biz buradakı funksiyaların hamısına baxmalıyıq. Deyir, if A1 böyükdür B1. Biz dedik ki, if-də sual verir. Əgər hədəsə birincini, yoxdursa ikincini icra edirik. İndi sual verir ki, A1 B1-dən böyükdürmü? Baxıram A1 xanasında 3 yazılıb, B1 xanasında 4 yazılıb. 3 4-dən böyükdürmü? Təbii ki, yox. Ona görə hansını götürəcəm? İkincini. Yəni C4-ü götürəcəm. Cavab nə olacaq? 6. Len C1. C1-də baxıram düstur deyil ha bu. Çünki bərabərlik yoxdur. Adi mətn gözündən baxıram. Burada neçə dənə simvol var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Ondan da 6 çıxsam nə olacaq? 4. Count if. Count if neyirdi? Şərtə görə sayırdı. A1 C3 diapazonunda 3-dən böyük olan ədədləri sayacaqsan. A1 C3 diapazonunda 3-dən böyük olan 2 dənə ədəd var. Biri 4-dür, biri 5. Say olaraq neçə dənədir? 2 dənədir. C3 dediyinə görə burada dayandım, yəni aşağıya fikir verməyim. Sonra
Gəldik indi hesablanma hissəyə. Sam 2 dənə diapazona müraciət edib. Diapazonlardan biri C1-də üstü, yəni bu işarələdiyim diapazondur. Digəri isə A1, B2-dir. Yəni bu diapazondur. Ayıraraq da tapaq. A1, B2 diapazonunda dırnaqda 7-dən başqa hamısı hesablanır. Yəni üçün üstünə 4 gəldi 7, üstünə də 1 gəldi 8 elədi. Daha doğrusu yeni səhv yazdım. Bu A1, B2-yə aid 8. Ondan sonra C1, D3-ə baxırıq. Burada dedik birinci mətndə hesablanmır. 2, 6, 4, 2. Bunlar cəmlənir. Buradan da alınan cavab nə olur? 14. Sam da yenə cəm funksiyasıdır. 14-dən də 8-i cəmlədik. Cavab neçə olacaq? Deməli 22 olacaq. Yəni cavabımız C. Sual vermək olar. Orada len funksiyası neyinirdi? Necə? Len funksiyası var məlumatda 2-də. Len simvollar sayırdı. Yəni C1 xanasında mətn verir. Çünki bərabərlik yox deyə mətn kimi baxıram. Neçə də simvol varsa hamısını saydı. Right olanda sağdan sayırdıq. Sağdan seçirdi, left soldan seçirdi. Len isə sayıb sayını yazırdı. Neçə dənə simvol olduğunu. Necə Akənan? Çox sağ olun, mən başa düşdüm. Tamam. Sonra gəldik. Müəlliməcən içində mötərizədə veriləndə onu mətn kimi başa düşür də düzdür. Düsturda da. Dırnaq içərisində verəndə. Hayır. Burada yazılı bir məsələn 2 cədvəldə amma dırnaq içərisindədir. Aha, O mətn kimi götürülür də. bəli. Amma altı məsələ burada funksiyanın daxilində yazsaydı, onda ədəd kimi hesablanacaqdı. Aşağıda mötərizənin içində dırnaqda yazılsa, Ədəd mötərizənin içində yazılanda elə ədəd kimi hesablanır. Sonra şablon əsasında yeni təqdimat yaratmaq üçün şablon harda olur? Harda olur şablon? Fayl menüsündə olur. Bu Word-də də belədir, Excel-də də belədir, PowerPoint-də də belədir. Şablon əsasında fayl yaratmaq üçün gəlirsən fayl menüsündə ya New-ə daxil olursan, ya Home-a daxil olursan, fərq yoxdur. Buradan template bölməsi var. Bu template bölməsinin könlünə hansı xoşdur, o şablonu seçirsən. Bu şablonlarda 2 qrupa bölünür. Tərtibat şablonları da var. Deməli, bir də içində məlumat olan şablonlar var ki, hansı ki, burada artıq müəyyən bir mövzu haqqında məlumat verilir. Yəni, hazır məlumatlardan istifadə edə bilirsən. Sonra gəldik, yəni cavab fayl menüsündədir. Sonra 17-ci sualda şəbəkə protokolu deyil. SMTP elektron məktubu göndərən protokoldur. POP3 qəbul edən protokoldur. FTP faylı ötürən protokoldur. TCP/IP informasiyanı paketlərə bölərək ötürən protokoldur. ISDN nədir? ISDN-i də əslində modemin tiplərində öyrənmişdiniz. ISDN nə üçündür? Rəqəmsal telefon xətləri ilə qoşulma vasitəsi idi. Ona görə də bu modemin tipidir, protokol deyil. Ümumiyyətlə, bir şey də deyim də, protokollarda ən azından bilin ki, sonda P hərfi var əksəriyyətində də, yəni 90%-də. Yəni o da protokol sözündən götürülür. Yəni açılışında məsələn FTP, File Transfer Protocol, SMTP, Simple Mail Transfer Protocol. Yəni o protokolun P-sidir. Oradan da tuta bilərsiniz əslində əksəriyyətini. Sonra gəldik 18-ə. Hansı əməliyyatların köməyi ilə aşkarlanmış orfoqrafik səhvləri düzəltmək olar? Review'da proofing var. Proofingdə də spelling and grammar, yəni orfoqrafik qrammatik səhvləri yoxlu əmr mövcuddur. Yəni bir düzdür. View ümumiyyətlə görünüşlə bağlı rejimi dəyişir. Yəni burada qrammatik, orfoqrafik səhvlə bağlı heç bir əmr ola bilməz. F7 düzdür. Shift F7 səhvdir. Çünki Shift F7-ni danışmağı unutdum. Shift F7-ni biz sinonim axtarmaq məqsədi ilə istifadə edirik. Yəni bu məqsədlə istifadə edirik. Uşaqlar. Müəllimə donduz. Donmadım. Boğazım qıcıqlandı. Sonra harda qalmışdıq? Deməli. Səsiniz gəlmir. Gəlir axı indi. Gəlmir.
Müəllim, istəyirsiniz bir su için? Boğazınız çox qıcıqlanır. 18 biraz da qıcıqlansa gedərəm. Yarın getmək biraz dayanım. Yaxşı. 5-ci mərtəbədəsiz. Yox, 5-də var yoxdur istəyirəm. Tamam. Aa, Sülh Plazadasınız siz? Hələ uşaqlar. Ay tətəm. Sonra 18-də orfoqrafik səhv kimi işarələnmiş sözün üzərində sağ düymə sıxmaqla açılaq menü siyahısından bəli, düzdür. Orfoqrafik səhv kimi işarələnmiş sözün üzərində sol düymə ilə 2 dəfə sıxmaqla xeyr. Sağ düymə sıxanda çünki kontekst menüyə keçiriləcək, oradan da lazım pəncərəyə keçirilmək olur. Ona görə Amma sağ solu düymə, 2 dəfə sıxanda seçir də promoy. bəli, söz seçir də. Hı. Sonra gəldik 19. Ayda bunu vurmuşdum mən. Nəyi? Bunu bir-birinə belə vurub bölüb eləmişdim. Vaxtım nə qədərdir. Sanmırsınızsa ən gözəli hesablamaqdır. Sadəcə mən indi bunu qısa yolunu izah etməliyəm. Uşaqlar, hansı sisteminə keçirik? 16-lığa. 16-lığa keçiriksə bizə nəyin qüvvətləri lazımdır? 16-nın qüvvətləri. 16-nın. Gördüyünüzün hamısı 16-nın qüvvətinə gəlməlidir. 2 üstü 3 ilə 8 demək. Yəni 8 vur 16 üstü 0. 16 üstü 0 çünki 1-dir. 8-i 1-ə vursam neymiş? 8. Sonra 8 üstü 2-ni necə sadələşdirək? 8 üstünü 2-ni 2 üstü 3 üstü 2 kimi sadələşdirək. 2 üstü 6. Bunu da 16-nın qüvvətinə gətirməliyik. Bunu parçalayarıq. 2 üstü 4 vurulsun. 2 üstü 2 yəni 4 vurulsun. Belə 16 üstü 1. Yəni 64 ilə bil, 64-ü 4 vurursun, 16 kimi yazdıq. Yəni 4 vurursun, 16 üstü 1. Üzərinə gəlsin, 8 üstü 3-ü necə sadələşdirək? Kənarda yazıram və sola baxın bir dənə. 2 üstü 3 üstü 3 yazıram. Bura 2 üstü 9-dur. Mənə nə lazımdır? 2 üstü 4. Bunu yazıram 2 üstü 4 üstü 2, yəni 2 üstü 8. Kənarda da 2 qalacaq. Deməli, bu da olacaq 2 vurulsun, 16 üstü 2. Aldım 16-nın qüvvətlərini. Yəni 16 üstü 0, 16 üstü 1, 16 üstü 2. Bu üsulun davamı nə idi? Ən böyük qüvvətdən 0-a nömrələyirəm. 2, 1, 0. 2-yə uyğun rəqəm hansıdır? 7 qaldı elə yoxsa yox. 7-ni yazmamışam, düz deyirsiniz. 7 nəzərimdən qaçıb. Bunu da 7-yə vuranda eləyir 14. Bura 14 olacaq. 14 vursun 16 üstü 2. 14 hansı rəqəmdir? Y rəqəmidir. Deməli, olacaq 2-yə uyğun rəqəm Y. Ondan sonra 1-ə uyğun rəqəm nədir? 4-dür. 0-a uyğun rəqəm də nədir? 8. Deməli, Y, 4, 8. Yəni, deməli. Yəni, uşaqlar, bilin ki, hansısa sisteminə keçirirsinizsə onluqdan, onun qüvvəti lazımdır sizə sadəcə. Yəni, bu 8-lik olsun, 16-lıq olsun, 2-lik olsun, nə bilim, 32-lik olsun, fərqi yoxdur. Bilin ki, sizə onun, yəni hansısa sisteminə keçirsinizsə, həmin əsasın qüvvəti lazımdır. Sonra gəldik 20-yə. Elmə. Bəli. Bilin o sualın üstündən təkrar keçə bilərsiniz. Birincini başa düşdüm, 8 üstü 16 üstü 0-ı. Sonra 8 üstü 2-ni 4 qüvvətinə gətirib yazmısınız, 16 üstü 1. 2 üstü 3 üstü 2, yəni 2 üstü 6 elədir. 2 üstü 6-dan 16 necə ala bilərəm? 2 üstü 4 çünki 16 elə. 2 üstü 4 vurulsun 2 üstü 2. Yəni 4 vurulsun 16 kimi yazdım. Oldu. Sonra gəldik 7 vurulsun 8 üstü 3. Öncə 8 üstü 3-ü kənarda sadələşdirdim. 2 üstü 3 üstü 3, yəni 2 üstü 9-dur. Bu da 16-nın qüvvətinə necə gəlir? 2 üstü 4 üstü 2 yazaram. Əlavə olan 2 üstü 1-i də kənara yazdım. Buraya deyəcək belə. Bunda qabağındakı 7 də var idi. 7-yə vurdum. Bu deyir 14 vurulsun 16 üstü 2. Deməli, burada da aldıq. 14 vurulsun 16 üstü 2. Ən böyük qüvvət 2 idi deyə 2-dən 0-a nömrələdim. 2-yə uyğun rəqəm nədir? 14. Amma 14 yaza bilmirəm. 16-lıqda bunu nə etməliyəm? İfadə eləməliyəm. Y kimi ifadə edirəm. 1-ə uyğun rəqəm 4-dür. 0-a uyğun rəqəm isə 8-dir. Belə. Aydındırmı? Öğretmenim. Tamam. Gəldik 20-ci sualda. Kiminsə problemi var. Çünki bu sual tez-tez düşür. Biriniz ayının qalanını özünüz taparsınız. Deməli, A-dan D-yə sütun sayını tapıram. A, B, C-dir. Burada hərfləməkdir. 4 dənə sütun. Burada xana sayını istəyir deyə sətir sayını da tapmalı oluram. 4-dən 10-a qədər neçə sətir olduğunu tapmaq üçün ondan 4-ü çıxır üstünə. Gözəl.
gəlirəm. O Bu da vuracaq 28-dir. Bunlar da bir-birinə vuranda olur 28. Yəni birinin üzərində izah elədim, qalanlar da bu qayda ilə həll olunacaq. Bir sual verə bilərəm. Buyur. Həmin sualda istinad saydı ki, yenə xana sayını götürəcəkdik. İstinad sayı, bəli, xana sayıdır. Eyni şey olacaq da yəni. Bəli, ümumiyyətlə istinad olması üçün birincisi burada bir bərabərlik olmadı ya da olmasa da əslində diapazon yazan elə istinad etmiş olur. Müəllim, çətir sayı hərflər arasında olan idi. Üstün də Adjektivliyi falan. Necə? sətir sayı bir də onu izah edəndə sətir sayı hansı idi, üstün hansı idi, xana hansı idi? Ay Asimə. Rəqəmlərlə verilən sətir sayı. Məsələn 4-dən 10-a, 2-dən 19-a, 3-dən 10-a bu həmişə sətir sayı. Hərflərlə verilən isə üstün sayı. Xana sayı isə son mərhələdə tapılır. Yəni sən sətir sayını tapdın, üstün sayını tapdın, xana bunların hasilidir. Tamam, başa düşdüm. Çox sağ ol. Aydındır? Tamam. Xoş gəldin. Gəldik 21-ə. Net tablarını seçin. Məlahət, istinad deyəndə düsturda müraciət edilən xanalar başa düşülür. Lap diapazon da olsa, diapazondakı xanaların sayını götürürsən. Başa düşdüm, çox sağ ol. Sən də sağ ol. Net tablarını seçin. Baxıram. Paragraf nədir? Qrupdur. Outline nədir? Outline görünüş rejimində açılan tab. Arrange nədir? Qrupdur. Qrupdur. Text nədir? Qrupdur. Qrupdur. Nədir? Elə mənim dərsdən çox istifadə etdiyim qrup. Yəni qələmi aktivləşdirmək üçün, onu aktivləşdirmək üçün tabdır. Proofing nədir? Qrupdur. Equation da tabdır. Yəni düstur əlavə edəndə çıxan alət tabıdır. Aydın oldu? Beş gün göstərə bilərsiniz. Gəl göstərərəm. Başqa bir dənə sənə açım qarşınız. Məsələn, mən insertdən simvoldan gəlirəm equation əlavə edirəm. Bax, equation əlavə edəndə yuxarı fikir versən nə açıldı? Equation adlı tab açıldı. Yəni Evet, alət tabudur. İkinci olan. Necə? Outline. Outline İkinci. burada outline görünüş rejiminə keçər. Bir dənə başqa hissəni açım. Outline görünüş rejiminə keçəndə Məlahət bax, sol tərəfdə outline tab açılır. Görsən? Bu əsas tabdır. Sonra gəldik 22-yə. 22 2021-də düşmüş təkrar sualdır. Eynisidir. Yəni bir dənə düsturda incə bir Cavab 40 bir də 13-dür. Nə? Cavab orada ya 40-dır ya da 13-dür. 13-dür. Əzbərləmişdim 21-ci il 2021. Yəni əzbərləmə bəli bu sualda işə yaramış ola bilər. Bir dənə video var idi, hadi bir dənə sual düşmüşdü. Birdən Blok sxem hə o buydu hə? Sual bu sualdır. Yəni məşhur sual. Yəqin ki, S2 deyəsən 13 idi, S2 40 nəsə belə bir şey idi. hə. Heç eskinə gedişatda hesablamağa gərək qalmır, amma yenidən hesablasız olar. Bunu eləyəndə müəllimə həmişə mən ərinirdim, həmişə müəllimə elətdirirdim də, həmişə. İmtahanda dedim ki, oturum özüm eləyim, görüm nə olur. Gördüm ki, yenə cavab elə alındı, əziyyətimə heyfim gəldi. Tamam. 5-2. S1 0-dır, S2 1-dir, İdə 1-dir. Deməli, N-in yerinə 5 qoydun, I-nin yerinə 1 qoydun, 1 5-dən kiçikdirmə hə deyirsən. X-in yerinə 1 qoyan, X-in yerinə 2 qoyuruq. 2-ni mənfi 1-ə vurduq. Mənfi 2 plus 5 elədim 3. 3 0-dan kiçikdirmi dedim? Yox. S1 plus X. S1 neçədir? Deməli, hara getdi? 0. 0-ın üstünə də 3-ü gəlsəm, eləyir 3. Bu kənarda yazım, aləm dəyməsin. S1 oldu 3. Sonra I bərabər D plus 1. Yəni 1 plus 1 oldu 2. Sizin üçün S2-ni bir dəfə hesablayıram, amma növbəti dəfə hesablamağınıza ehtiyac olmadığını görəcəksiniz. S1 plus S2. S1 artıq 3 almışsan, S2 də 1-dir. Cəmi 4 edəcək. Gəldik növbəti bəndə, yəni növbəti adıma. I artıq 2-dir. 2 5-dən kiçikdir deyirsən, hə. I-nin yerinə qoyursan, deməli 3, daha doğrusu X-in yerinə 3 qoyursan, 3 plus 5-dən mənfi 3 plus 5 eləyir 2. Yəni i-nin elə 2-nin qiymətinə, X-in 2-nin qiymətinə qayıtdıq. 2 də 0-dan kiçikdir mi deyirsən, yox, yenə S1 hesablayırsan. S1 plus X. S1 3 idi ən son. X-daki artıq 2-dir, cəmi 5 eləyir. Uşaqlar, burada
Aa, imtahanda bu tərəf istifadə edilmir. Niyə istifadə edilmir? Çünki mən onsuz da x-a hər dəfə 3, 2, 3, 2 alacam. X heç vaxtda sıfırdan kiçik olmayacaq. Ona görə eski mənə lazım olmayacaq. Eskinin lazım olmadığını bildiyiniz üçün eskini hesablamasız olar yəni. Mən Yəni yarım saat hesablamışdım bu müəllimə. 2 plus Elə 1 20 dəqiqədə mən hesablamışdım. Boş-boşuna vaxt getdi. Düz cavab çıxdı, amma dəyməzdi. yəni eskini hesablamaq vaxt itici olacaq. Deməli 3 5-dən kiçikdir dedin, hə? Burada da x-ə 3 alacaqsan. S1 plus 3 də neçə eləyəcək? 8. Əslində burada bir qanuna uyğunluq var, onu da tuta bilərsiniz. Bir dəfə 2 gəlir, sonra 3 gəlir, sonra 4 gələcək. Sonra 5 gələcək, belə-belə gedəcək. Yəni dövr sayını əvvəlcədən təxmin etsəz, yəni özünüz qanuna uyğunluqdan daha da sürətli tapa bilərsiniz. Prosta beyninizi yandırmayın mən. Deməli 4, 4 5-dən kiçikdir dedim, hə? Burada alındı 4. S1 plus 4. Yəni 8 plus 4 neçə eləyəcək? Görürsünüz, 1 buraxdır. 8 plus 4 elədi 12. Ondan sonra gəldik. 4 min olur. Bir dəqiqə. 3 gəldim. Bir dəfə 2, bir dəfə 3 gəldim. Qarşılıqlı olur. Burada 3 idi, indi 2 olacaq. 8 plus 2 eləyəcək 10. Plus 2. Sonra gəldik, başqa şeylə qarışdırdım. Bir dəfə 3, bir dəfə 2 gəlirsiniz. Qanuna uyğunluq belədir. 13 Sonra olmur mən aldım cavab. gəldik, i 5 aldıq. 5 5-dən kiçik bərabər dedik, hə? Burada x-ə 3 aldıq. 10 plus 3 deyir 13. i 6 qiymət aldıq. 6 1-dən kiçikdirmi dedik, yox. Elə S1-in son qiyməti 13-də qaldı. Elə çıxdı cavab. Gəldik 23-cü sual. Yəni asan sualdır. Sadəcə çox tələbə bu sualın axırında səhv eləmişdi. Çünki burada rəng çalarını istəyir. Yəni sonda küstəni tapmalıyız. Deməli, ötürmə sürəti 512 kilobitdir. Gəlin bunu elə qalsın da belə. 512 kilobitdir. Yəni 1 saniyədə 209 kilobit ötürür. Deməli kilobit. Bax burada 16 saniyəyə nə qədər ötürdüyünü tapaq. 16-da 204-dür. 204-də də yazırım x. X bərabər 209 vursun 204, yəni 213 kilobit. Bu oldu belə. İndi qrafik təsvirin həcminə mənə bit lazım olacağından bunu da bitə çevirirəm. Yaxşı. Sizcə necə çevirərəm bunu bitə? Sırf bitə. Mən deyim. 200 də ona vurarıq da. 13-ə yeməlimə. Yox, ona vurarıq. Böləcəkdir. Bölürük. Bölmək nədir? Kilo bitdir, kiloya bitə keçirir. Vurursunuz, bölmürsünüz. Çünki böyükdən kiçiyə keçirsiniz axı. Deməli uşaqlar, burada niyə 213 lazımdır? Çünki zaten ikinci tərəf bitdir. Yəni mənə bit lazım deyil. Mənə bir dənə kilodan azad olması lazımdır. Kilo da nə deməkdir? 200 tondur. Mega 220. Buna görə kilo deyirsə, elə 200 tona vurursunuz. Alır 223 bit. Yəni həcm 223 bit imiş. İndi yazıram. Həcm düşürmüş piksel sayı vursun n-in özü. Piksel sayı 1024 vur 1024. Yəni 220-dir. Yəni 200 ton vur 200 ton. Vur n bərabərdir 223 bit. İndi burada da n nəyə bərabər olacaq? 203, yəni 8 bit. Bəzi tələbələr elə 8-i cavaba yazmışdı. Amma bizdən nə istəyir? Rəng 203. Ona görə səhv etmişdim mən də. üstü n dedi. 203. Saları gördüysə demişdim ki, həmişə 200 deməmişəm. 208 də nədir? 250. Bir tələbə var idi, deyir ki, müəllim, açıq tipli sualın məsələnin həllini bilmədim. Prosta həmişə açıq tipli məsələlərdə çox vaxt 256 cavabı çıxır. Ona görə atmışdım 256 düz çıxmış. Bu məsələdə də 256-dır. Bəli, doğru 256 oldu da. Yaxşı bütün bəxti deyə mən. Hə? Bütün bəxtini işlədib deyirəm. Sonra gəldik 24-ə. Bu fon şəkil sualı. Artıq bu sualla bir yerdə 4-cü dəfədə qəbula düşür. İş məsələsinə fon şəkli personalizdən əlavə edirik. Əlavə edəcəyimiz fon şəkli də 6 rejimdə daxil edə bilirdik. Fill, fit, stretch, tie, sentence, span. Özü bu sualı dəfələrlə soruşmusunuz, dəfələrlə izah eləmişim. İnşallah ki, imtahanda səhv yazmamısınız da. Yəni bilmirəm kim nəyi səhv yazıb, nəyi düz yazıb da öz vicdanınıza qalıb. Center var.
list yoxdur, details yoxdur. Çünki bu qovluğun daxilindəki obyektlərin görünüşü. Şimdi stretch var, content yoxdur, file var, span var. Mənim əlimə Azərbaycan dilində tərcüməsi ilə yazmışdım. Gəldi 25-ə. Ay uşaqlar. 25-də bu access obyektlərdir. Access obyekti də hər sınaqda var idi deyə. Bir sualda məsələn sorğunu soruşurdusa, mən bütün variantları təkrar izah edirdim ki, yəni bu sorğudursa bu formadır, bu hesabatdır. Yəni bu sualda yazmamısınızsa, bu da sizin vicdansızlığınız olub həqiqətən. Yenə də izah edirsiniz. Verilənlərin bazaya daxil edilməsi baxmaq. Hər ikisi varsa, yəni həm daxil etmək, həm baxmaq varsa, nə idi bu? Nə idi? Formaydı, öyle. Formaya da daxil edib baxmaq, sorğu seçmək Seçmək idi. sorğuydu. Cədvəllərdə saxlamaq Memar idi. eləyirdi. Əsas obyekt. Cədvəldədir. Sonra mürəkkəb proqram əməliyyatları hansında var idi? Mürəkkəb modullar idi. Modullar. Seçmək, emal etmək hansıdır? O sorğuydu. Sonra avtomatik sözü hansıydı? Makro. Makrosdaydı mənim. Hərəsi də bir sözdən yadda qalırdı, sıfır gedirdi. Deməli, bu da belə. Bir də bunun izahı 50 dəqiqə çəkməsi düşünməzdim. Yazıb uşaqlar. Neyse. Müəllimə, şeydir, bu makrosla modulun dilləri var idi. Məsələn, modul Visual Basic idi deyəsən. Bəs makros hansıydı? Burada makrosun dilindən danışmırıq. Elə makrosu birbaşa yaradır. Yox, ümumiyyətlə soruşuram. Birbaşa yaradır. Bundan sual çıxa bilər ki, müəllimə. Word-də, Excel-də, PowerPoint-da makrosu Visual Basic for Application proqramlaşma dilində yaradırdı. Bəs o birisinin modulun dili nə idi? Onda ayrı-ayrı idilər axı. Elə bil ki. Sən məncə Dilində basic. sorğu dilindən qarışdırırsan, SQL-lə qarışdırırsan. Sorğu dilindədir mənim şey. Belə belə. Sorğu SQL-dədir. SQL ilə bir basic olmaz deyəsən. Yəni çünki sizə ya sorğu dili soruşur, o SQL-dir, ya da ki modul soruşur. Modulda da Modulu soruşuram. modulda Visual Basic-dir. Bəs makrosu da Visual Basic-dədir axı. Ay Fidan. Əgər söhbət Word, Excel, PowerPoint-dən gedirsə, Visual Basic for Application dilidir. VBA. Bəs Access-də Onunla bunu qarışdırmayın. Access-də makros yaratmaq üçün dilə ehtiyacım yoxdur. Bax, mən makros yaradıram da. Hal-hazırda hansı proqramlaşma dili açılır? Hə, bildim, başa düşdüm. Ehtiyac yoxdur. Və modul üçün lazımdır. Onda da Visual Basic dilindən istifadə edilir. Qısaca VB. Yaxşı. Yəni digər Office proqramlarıyla buranı qarışdırmağın normaldır, amma qarışdırmır. Bax. Word, Excel, PowerPoint. Bunlarda makros anlayışı var. Və VBA, Visual Basic for Application dili ilə yaradılır. Access-də də makros anlayışı var. Amma bunun üçün hər hansı dil var, dil yoxdur. Düzdürmü? Modul anlayışı var. Modulda da hansı dil istifadə edilir? Sadəcə Visual Basic, VB. Yaxşı, oldu. Hə, başa düşdüm. Tamam. Deməli uşaqlar, bir də sorğu dili var. Sorğu dili deyirsə, O da SQL-dir. SQL-dir. Daha mürəkkəb sorğuların yaradılmasında biz artıq sorğu dilini Prosedur, qeyri-prosedur da var idi. Prosedur cəbrinə, qeyri-prosedur hesablamaya. Onlarda fərqli idi axı. Birində SQL idi, birində fərqli idi. Məsələn, Bir orada basic deyildi mənim birində. Reliyasiya cəbrinə əsaslanan dillər DBase-dir. Reliyasiya hesablarına əsaslanan dillər isə SQL. Hə, bildim. Onların da fərqi odur ki, elə bil SQL biri nəticə odaqlıdır, biri mərhələlərə fikir verir. Məsələn, DBase-də biz mərhələ-mərhələ baxırıq, görə bilirik ki, hansı işlər görünür. Amma SQL birbaşa nəticəni verir. Mərhələləri görmürsən. Yəni bu şəkildə fərqlənir bir-birindən. DBS müəyyən oldu, qeyri-müəyyən də SQL oldu. Müəyyən, qeyri-müəyyən məsələsi yoxdur. Aynı müəyyən nədir? Müəyyən prosedurlarda istifadə edilir, bir də qeyri-müəyyən.
müəyyən, qeyri-müəyyən deyil. Biri relyasiya cəbrinə əsaslanır, bu dibexdir. Bir də relyasiya hesablarına əsaslanan prosedur tiplərdir. Bu da SQL-dir. Bildim Yəni müəllim. olar ya. Birazdan mən Access-ə keçəcəm. Access-də inşallah sizin suallarınıza cavab verəcəm. Mən rekordu dayandırıram, bu sınavın sahib. Qəbulunuz var.